Təbiətin bu huzur verici səsi ilə hər birinizi salamlayıram. Allahın salamı olsun hər birinizə. Yeni vloquma xoş gəlmisiniz. Yeni izləyicilərimi də salamlayıram. Xoş gəliblər onlar da. Dedim qızlar, bu bayram biş düşündən əvvəl heç olmaya biraz həyətə əl gəzdirim. Bağımızda solan güllərim var idi, doğranlasılar var idi, təmizlənləsi var idi. Onları dedim təmizləyim. Bir-iki göyərmiş soğanım var idi. Dedim onu da əkim. Heç olmaya göyərər, göyərtisindən istifadə eləyərəm. Payızda qızlar göy əkmişdim. Ancaq nəysə şaxta mı çox oldu bilmirəm. Hamısı solmuşdu. İndi biraz göyərirlər. İndi təzə əkmək istəyirəm. Kişniş, şüt, spanaq, göy soğan. Çalışacağım bu tərəvəzlərdən əkim. Çöl kişnişi, dağ kişnişi yəni. Bunlar ən lazımlı istifadə olunanlardır. Həyət işlərini sahmana salandan sonra əvvəlcədən salatın lazım olan ərzaqlarını bişirmişdim, soymuşdular. Gəldim salatımı hazırlamağa. Çuğundur salatı və mimoza hazırlayacağım inşallah. Bu iki salat süfrələrimizin vazgeçilməzidir. Bilirəm ki, bizi kimi də hamı bu salatları çox sevirlər. Belə qızlar, bir də ki iftara göbələk supu eləmək istəyirəm, aş eləyəcəm. Kərəm dolması, böyrək, göy böyrəyi hazırlamışam, onu kanalımda var. Onlardan hazırlayacağım. Yaxınlarımın bir araya gəlməsinə çox sevinirəm. Əsas yemək deyil, əsas o isti münasibətlərdir. Qohumluq bağlarının bərkiməsidir. Yəni bilsiz, bu gediş-gəliş qohumlar bir-birinə gedib gəlmək çox yaxşı bir şeydir. Qohumluq bağları bərkiyir. Evdə körpə uşaqlarımız o evə qonağın gəlib getməsini görür. Biz elə görmüşük. Yəni ona görə də qonaqlı qaralı olmağı çox sevirik. Allah heç bir evi qonaqsız qarasız eləməsin. Qonaq deyir özündən əvvəl ruzisini, yəni qonağın özündən əvvəl ruzisini Allah yetirir. Ramazanın da ən çox sevdiyim məqamlarından biri də odur ki, qonaqlı qaralı olur. Ramazan ayı bizə sadəcə oruç tutmağı yox, həm də səbr etməyi, paylaşmağı və şükr etməyi xatırladır. Bu axşam da inşallah ümid edirəm ki, hazırladığımız süfrə bərəkətli və gözəl olacaq. Yavaş-yavaş salatımı da tamamlamağa çalışıram. İkinci bir salatıma keçəcəm. Toyuqlu, göbələkli iftara qəşəng sup hazırlayıram. Çox dadlı bir supdur. Əzizlərim, yaxınlarım yedilər, hamısı bəyəndi. İnşallah yaxın günlərdə bunun hazırlanmasını paylaşacağım qızlar. Çox möhtəşəm bir supdur. Sizlər də hazırlayarsınız. Qardaşım qızınla gəlinim süfrəmizi qəşəng hazırlayırlar. Allah verən nemətlərdən süfrəmizə düzürlər. Savabı onlar qazanır. O deyir, oruç tutana qulluq eləmək, onun suyunu vermək, o savabı həmin adam qazanır. Burada da qızlarımıza düşür o vəzifə, bizlərə qulluq eləmək. Çox şükür qızları, ümumiyyətlə evlatlarımızı verənə şükürlər olsun. Allah bütün balaları valideynlərinə göz dolusu versin, bizimkilər də içində. شهر الخير شهر النور
قلوبنا تصوم السرور دعاء يرفعنا للغفور. Ramazan ayı nurla dolu, kalpler birleştirir her bir yolu. Dua ederiz, ışık oluruz. Ramadan, Ramadan, glowing bright, a month of mercy, love and light. Ramadan, 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 shining clear, bringing hope year to year. شهر الخير شهر النور قلوبنا تصوم السرور دعاء يرفعنا للغفور. İftar süfrəmiz çərşənbə axşamından üst-üstə düşdüyü üçün, elə hamı da bir yerə yığışdığı üçün belə qərarlaşdırdılar ki, bir balaca tonqal qalıyıb ətrafına yığışaq. Sizdə də bilmirəm elədir ya yox. Bizim uşaqlar haçan tort gördülər, elə şam üstünə qoyub üfürürlər. Happy birthday eləyirlər. Bugün də belə dedik, güldük, danışdıq, əyləndik, iftarımızı açdıq, şükürlərimizi elədik, dualarımızı elədik. Çox şükür Allaha. Allah necə Ramazanlar nəsib eləsin, belə bir yerə toplaşmağı nəsib eləsin. Allah süfrələrimizi həmişə belə yaxınlarımızla, bizi istəyənlərlə süfrəmizin ətrafı dolu olsun. Əziz, gözəl izləyicilərim, gözəl xanımlarımız, bizi izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. İnşallah yaxın günlərdə Novruz bayramı hazırlıqlarımız başlayır, çəkilişlərimiz edəcəyik, paylaşımlarımız edəcəyik inşallah. Abunə olmağı, dəstək olmağı kanalıma unutmayın. Bizi izlədiyiniz üçün çox sağ olun, təşəkkür edirəm. Allah hər birinizi var eləsin. Qarşıdan gələn bayramlarımız mübarək olsun inşallah.